Hello, good morning. Gedim aşağıdan Cəmilə xanımdan qoğalalım görüm dadı necədir. Bu arada pirojnaları hələ yeməmişəm. Gözəl küçəmiz Bakının mərkəzi şəhərlərinin, mərkəzi küçələrindən biri. Yəni ki, Yasamal rayonu mərkəzi rayondur da, mərkəzi rayonun küçəsi. Yəni heç olmasa oranı bir tər düzəltdirmişəm, cəmaat piyada üçün gedir. Cəmilə Keyk studiya, əvvələ bu şən idi, nə idi adı, desə şən idi adı. Cəmilə xanımda nə var? Hamın qoğallarından alıram, reklam deyil ha. Ad taq eləmirəm ona göstərdim yerini sadəcə. Şirin şor, ləzgi qoğalı var, belə səpməli. Burada deməli şirin var, şor var, ləzgi qoğalı var, indi baxacam. Burada var şorlar 80 qəpikdir, ləzgi qoğalı 1 manatdır, xırdalar kilosu 11 manatdır, şirinlər neçəyədir? O da 80 qəpikdir, ləzgi qoğalı bütöv səpmədir. Xaçapurilərdir. Xaçapurilər üstü neçə olur? 1.20-dir xaçapurilərdir. Sonra hot-doglar da var, belə pizzalar da var. Yəni səhər yeməyi üçün və burada simit falan da var. Gedim yiyeyim. Deyəcəm yaxşıdır, yaxşıdır. Cəmilə xanım bilir də, mən sözünüzə deyənim. Özü də izləyirəm məni. Bizim gözəl Cəmilə xanımız. Nəsə xoşunuza gəlmir? Hə, özü bilir ki, mən şapıltı ilə üzə deyən adamım. Yaxşını yaxşı, pisi pis. Yox, özünə söz olamaz, özü gözəl xanımdır, gözəl qonşudur. Mən kafedən, yeməkdən danışıram, məsəl söhbət. Gəldim, çayımı da gətirdim. Qoğal, mən bir dənə qoğalım, bir dənə xəsiyyətim var, 4 yerə bölürəm. Baxa, Cəmilə xanımı demişəm ki, düzün deyəcəm, reklam deyil onsuz da. Yumuşaqdır. Özü mən sizə deyim, dobradır, həm də belə vazdushnudur, daha belə puşnudur. Yaxşıdır. Yaxşıdır. Tatlıdır ha. Mən sizə Cəmilə xanımı demişəm ki, olduğu kimi deyəcəm. Bizim böyle reklamda deyil. Tərifliyimi almaq olar. Sağ ol Cəmilə xanım. Cəmilə xanım mənim qonşum deyil. Dünən aldığımız Anjelika pirojnalarını gedək yeyək. Görüm Səlim icazə versə elə yeyək deyərəm. İcazə verməsə yeyib qutarandan sonra deyərəm. Dadı necə idi? Yedik pirojnayımızı, Anjelikamızı. Pis deyildi. Səcəd. Amma dünənləri Cəmilə xanım mənim qonaq eləmişdi. Meyvəli belə qəşəng, çox dadlıydı. Göstərmişdim də vlogda. YouTube vlogunda baxa bilərsiniz. O dadlıydı. Gərək onun pirojnayısını götürərdim. O süper idi. Yəni sayıcı. Çəkənəcən köpükləri də getdi. Çünki bol köpüklü deyildi. Amma köpüyü var idi. Nəysə. Türk kahvemizi də içəlim. Ay ulduzlar əmrə gəldi. Belə. Sonra da neyniyək? Fala baxaq türklər kimi. Mən çox gözəl fala baxa bilirəm. İstəyir tarot olsun, istəyir kart olsun, istəyir koşa olsun. Fark etməz. Hə. Hazıra nazır izləyicilərin nəzərinə pulsuz baxmıram ha. Çünki pulsuz baxanda ağırlıq düşür. O var ya, hazıra nazirlər, fal dəlislər, amma ucuz ətin şorbasına da. Nəysə, kofemizi içək, falımıza baxaq. Amma sizlə falımı bölüşməyəcəm, onda olmur. Hello. O bir lift gəlmədə qonşu ilə qalxdıq yuxarı, düşdük aşağı və Səlimlə gedirik. İnansız, havadan başım çıxmır. Səlim uşqa baxın belə giyinir, təzə köynəklərini. Və biz gedirik. Çıxdıq Fontanlar bağına. Deyilə bir dənə yaxşı pizza var Xəqani Ticarət Mərkəzində. Süçən təsadüfən qarşıma çıxmışdı. Dedim, gördüm 10 manat 90 qəpik, 90 manat 9 manat 90 qəpik nədir pizzalar. Deyid adına baxaq. Sonra da qarşıma çıxdı ki, güya tərifliyirlər, də bilmirəm. Əlbəttə ki, reklam xarakterli tərif idi, amma məsələn mən reklam eləyəndə tərifə layiqdirsə ki, oradan tərifləyirəm. Üzümdən də bilinir. Yəni ona görə gedək özümüz baxaq bizdə. O barədə biraz çətindir, hamısı tərifləyir. Girək, həqiqətən o reklamda deyilən tərifə layiqdir. Əvvəl özüm qarşıma çıxdı, sonra elə bir adamın fikrini oxuyur axı. İnternet. Əvvəl pizzaya aid reklam video rolikları qarşıma çıxdı. Mən də ingilislər kimi danışdım. Əğmə tipli, xeyirli olsa, əğmə tipli şofer götürmüşəm. Səlimi
isti oldu. Səlim bizdə soyuqda da tərləyən insandır. Gördüm reis bunlar, o da geyindi, çıxartmaq bilmir ha əynindən. Axırı çıxartdım ha Səlim. Ay, bum. Deməli gələ gedirik. Gedək görək başımıza nə gəlir. Deyər ayağımızlara başımızda. Hava sərindir elə bil, amma bürkülük var. Demişlər bugün 28 dərəcəyə qalxacaq. Artıq plaj sezonu da yaxınlaşır. İyunun 10-unda rəsmi plaj sezonu qıvaya minməlidir. İyunun 10-undan sentyabrın 10-una qədər ölkədə rəsmi plaj sezonudur. Və gəldik Xəqani Ticarət Mərkəzinə. Görək La Pizza 2-ci mərtəbədədir. Quzu, hə. La Pizza görək haradadır La Pizza. Mən bunun 2-ci mərtəbəsinə qalxmamışam deyəsən. Hələ orada ritual nəsə var. Oradan da tarot kartları var, tsiqanski kart. Mən var idi tsiqanski kartlarım da. Təsadüfən almışdım. 15'lik. Bəlkə də çox. Sonra bir qız dedi ki, hə gətirib verəcəm falan bəs məkan. Qaytarmadı, sonunda yoxa çıxdı o qız. Haram olsun. Hə, mən tarota baxa bilirəm, qəşəng kartlara baxa bilirəm. Amma izləyici üçün ödənişlidir. O direktə yazarsınız Instagramda, TikTokda. YouTube altında soruşumun qiyməti olan. Xəqani Ticarət Mərkəzinə girmək işin giymişlər falan var. Burada da belə rituallar var. La Pizza, La Pizza, La Pizza. Ganezi. Böyle işin sumkalar ama. Orijinal adıyla xariciləri sırayırlar. Elimdən liftəyik. Qalxdıq ki. Pizzaya gəldik. 9 manat 90 qəpikdir. Grill var, pepperoni var. Nədir bunun içində? Sezar da nədir? Özülqama, zarela peynir, çeri pomidor, iceberg, marinat, toyuq bulası. Gəlin pepperoni. Mən pepperoni sevirəm. Böyle şəkilləri var. Sezar. Aman. Pizzadayıq. Səlimuşka. Burada da var baxın. Baxmamışam ona, burada da qəşəng, balaca da qəşəng. Farda da var imiş, menyu hiç fikir verməmişəm. Həyatı pizza kimi hiss edin, hər dilimin dadını çıxarın. Okay. Pizza is for everyone. Qızıqlar, yaxşı olan pizza söhbət eləmə. Səlim, ay, yaxşı olan pizza söhbət eləyər. Denə yaxşı oğlan pizza yiyər. Hə, anası ilə gələr pizza yiyər. Hələ anasının payında yiyər. Pizzamız da gəldi. Bizə nuş olsun. Burada bir kalbasa vardı. Onu Səlim götürdü. Mən hələ ki Xəqani Ticarət Mərkəzində. Görürsünüz, arxada ritual az var. Oradan kartlarımı aldım. Tsiqanski kartımı və gedirik. Keçən görünür makyaj. Bir dənə o üstdəki linerları silə bilsəm, inansız tonal ilə falan örtüb sonra çəkirəm. Çıxdıq, kartımızı aldıq. Özümüzü çəkirik axırıncı süjetdə. Security deyir, xanım burada çəkmək olmaz. Deyirəm, birinci özümüzü çəkirəm, ikinci konstitusiyanı oxuyun, hər yanda çəkiliş etmək olar. Hə, yox, küçədə etmək olar, dedim, gedin. Bura obyektdir, şəxsi obyektdir. Şəxsi obyekti onda vermir də, qapa. Mən sənin evinə girib çəkməmişəm ki, şəxsi obyekt sahibi. Ay, Xəqani Ticarət Mərkəzinin sahibi. Evə girib çəksən, hə. Mağazalar deyəndə adama ki, xanım çəkməyin, yenə haradasa anlayıram. Orada düz deyil, amma deyirlər ki, rəqabətə görə, ay nə bilim, qiymət görünər filan, bəs ki, onsuz da qiymətlər eynidir. Onda şəxsi obyekti saxla özün üçün neçənə də vermədi, arıyındayım. Nə deyirsən ki? Saxla, apararsan ki, oru var. Dedim, var, obyekt sahibinə deyirsiniz ki, yox, dedim, birinci özümü çəkirəm, ikinci də obyekt sahibinə deyirsiniz ki, geçin konstitusiyanı oxusun. Hərbi obyekt deyil, metro deyil, müəyyən hərbi obyektdir, metrodur, müəyyən yerlər var, vağzallardır deyirsən, orada çəkiliş etmək həqiqətən icazə yoxdur. Bir də minnətli olsun, bilavasitə onun ticarət mərkəzi olmayan yerdə ticarət mərkəzi sayılan mərkəzini çəkirəm. O da La Pizzaya girmişdi, bir də ritual almışdı. Yəni, elə maraqlı bir ticarət mərkəzi də deyildi. Əslində, insan hüquqlarını pozurlar obyektlərdə. Security bir şey yoxdur, ona deyiblər, o da elə boş-boş danışır. Obyekt sahibi saxlasın, aparar görünür. Heç kimə də verməsin, şəxsi obyektidir də. Peki mən onu verəndə nə olur? Üstündə icarənin qiyməti yazılmayıb nədir? Hələ minnətli olsun, bəlkə boş icarəyə verilən yerləri görərlər, mənim izləyicilərim falan görər ki, orada boş yerlər var, gələrlər, arendaya götürərlər və yaxud
orada olan mağazaları çəklər, görərlər, gələrlər, alış-veriş edərlər, nə bilim, yemək yeyərlər. Həmin obyektlərə xeyir verərlər, o da onun arendasını vaxtında ödəyər. Keşiyin arxasını görə bilməyənlər. Pizzada menyunu zağa çəkdim, heç kim də heç nə demədi. Bilir ki, pulsuz reklamdır da, yəni ki, mən də görür ki, özüm üçün çəkirəm. Bilir ki, məsələn, adını da taq eləməsəm, artıq bilavasitə reklamdır da, pasiv reklam deyirlər ona. Minnətlər olsun. Gəlin, nə qəşənglərdən güllər göstərin. Güllər, La Burger Baku'da nədir? Güllərə baxın, nə qəşəngdir. Pizzada dadlıydı pizza, söz yox. 9.90'a yaxşıydı. Azacıq şortər idi. Ben dedim ki, dadlıdır, çox soruşam, azacıq şortər gördüm, belə baxır. Yəni ki, duzlu sevənlər üçün normaldir. Yəni, mən şoraba falan xoşduram, amma yeməyi mən duzlu xoşlamıram, o yüzden. Yəni ki, yaxşıydı, gəlib ala bilərsiniz. Görsünüz, pasiv reklam gəldim. Cəmaata pul verirlər, mən pulsuz reklam edirəm. Səlim də bax, belə səslər çıxardı. Ondan isə Səlim oradan şeysiz alır. McDonald's. Səlim dondurma yer. Səlim. Özünə asıl olmaya bilən fit çalmağı var. Amma elədi ki, qulağın cingildiyir də, belə pərdəsi cırılmalıdır. Nə deyirəm, eşitmirəm özümdə. Nələ bu yaxşıdır. Uy, gedir. Axırda qışqırtacam axına. Çüçdə barmağın dişləyir ya da ki, qulağım kar oldu. Tonqul kar olsun. Hə, neysə. Belə yaxşı oxuyurdu oğlan. İndi başqa birisini sevə bilməz. Musiqi səhərdən də oxuyuram. Dararayra. Sonra bir baxır. Hə, pizzanı da yedim axırda. Pizzada pizza dadlıdır. Özdə elə yaxşı kollektivləri var, elə yaxşı uşaqlardır, cavan uşaqlardır. Səlimdən kiçik olar, Səlimdən yaşlıdır, bəlkə Səlimdən biraz böyük. Bir neçə oğlan idi, çox yaxşı kollektiv vardı. Yəni reklam falan deyil, öz bulmalısın. Pasiv reklamdır. Gəlib yeyə bilərsiniz. Səlimin də çıxartmadığı oyun qalmadı.